Qarabağdan Kopenhagenli oyunda iki çox ziddiyyətli hissə. İlk öncə bu möhtəşəm qələbə münasibətilə Qurban Qurbanovda başda olmaqla bütün Qarabağ kollektivinizə minnətdarlığımızı bildirmək istəyirik. Gəlin komandanın oyunun üzərindən qısa şəkildə keçək və izah etməyə çalışaq ki, niyə görə birinci hissə bu qədər fantastik alındı, ikinci hissə isə çox pis məcrada keçdi bizim üçün və hardasa Qarabağın bəxti gətirdi ki, Kopenhagen həmin oyunda bərabərlik golunu vurmadı. Oyunun əvvəlində Qarabağ üçün çox gözəl bir şanslı anlardan biri oldu. O da ki, rəqibin sağ cinah müdafiəçisi Hueskasın zədəsi idi. Lakin Hueskasın zədəsindən sonra Nestrup ora nominal sağ cinah müdafiəçisi buraxmağın yerinə Zageni buraxdı, hansı ki özü sağ cinah yarım müdafiəçisidir və bu plan iflasa uğradı. Əbəs yerə deyir ki, Qarabağ ilk yarıda rəqibini tam olaraq sıxıb, hətta deyərdik ki, rahat şəkildə 2 qolluq üstünlük əldə etməli idi. İkinci hissədə Addainin qol epizoduna qədər Qarabağ rəqib zonasında 5 pas dalbadal edə bilməmişdi və bu da əslində Kopenhagenin necə addım-ba-addım dəyişikliklərlə Qarabağı qapısına sıxmağını göstərir və nəticədə Kopenhagen ikinci hissədə meydanın bizə aid olan 1/3-imizdə hardasa vaxtın 37%-ni, yəni 1/3-ni keçirmişdi və əlbəttə ki, bu bir tərəfdən çox böyük əzmkar və təcrübəli mübarizəsidir ki, Qarabağ bu təzyiqin altında sınmadı və ikinci qolu vuraraq oyunun klassikası budur ki, öz qapısına qol buraxmadıqda daha bir qol vurub oyunu bitirirsən. Oyun kimi ciddiyyətli daha bir fiqur Kacidir. Çünki bir tərəfdən Kaci ehtiyat elədiyimiz özəlliyi nədən ibarət idi ki, komanda rəqibi sıxdıqda Kaci 4-2-3-1-in dayaq yarım müdafiəçisindən biri olduqda belə bir qədər məsələn Kaci yuxarı qalxır və Kacinin əslində müsbət xüsusiyyətləri, oyunun cinahını dəyişə bilməyi, xəttlər arası kəsici pasları ata bilmək qabiliyyəti üzə çıxır. Digər tərəfdən Kaci oyun ərzində 17 dəfə top itirib, ikinci hissədə isə bunların 12 dəfəsi təsadüf olunub. Bu da onu göstərir ki, yenə də Kaci hardasa bizim o elitar nümunə olaraq Bruno Fernandesi göstərmək olar. Klassik 10 nömrədir. Beyni həmişə ümumiyyətlə illər boyu ona məşq eləyir ki, necə xəttlər kəsici paslar atsın, necə oyunu lazım olan cinaha köçürsün. Amma eyni zamanda 10 nömrəli futbolçunun həmişə bu problemi olacaq ki, əgər komanda kompakt müdafiədə oturursa, 10 nömrə futbolçunun müdafiə olmaqda problemləri ondan ibarətdir ki, özü də bilmədən onun yanından keçən oyunçuları buraxa bilər. Üstəlik topu öz ayağında lazım olan artıq saxlaya bilir ki, rəqib bundan istifadə edərək onu daima təzyiq altına salır və bizim fikrimizcə Kopenhagen çox ciddi şəkildə Kacini özü bizim qapımıza topu qəbul edəndə onu çox ciddi pres edirdi. Amma yenə də günün sonunda əsas futbolda nəticədir və nəticə də ki, bizim üçün xəyalidir. İndi isə gəlin bir simulyasiya oyunu oynayaq. Növbəti 6 oyunda siz Qarabağın neçə xal yığacağını gözləyirsiniz. Gəlin mümkün qədər realist olmağa çalışaq və Qarabağ 24-yə düşə biləcəkmi? Yoxsa qabaqdakı sınaqlar keçilməz səviyyədə çətin olacaq?